Təəssüflər olsun ki, Gürcüstan-Avropa İttifaqı münasibətlərində irəliləyiş yoxdur. APA'nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze 1-ci kanalın aktual mövzu proqramında deyib. Onun sözlərinə görə bunun əsas səbəbi Avropa bürokratiyasının Gürcü xalqına və onun seçdiyi hökumətə dəyişməyən münasibətidir. Əsas problem Avropa bürokratiyasının Gürcüstan demokratiyasının və Gürcü xalqının demokratik seçimini tanımamasıdır. Biz bu münasibətin dəyişəcəyinə ümid edirik. Hər şey müxtəlif faktorlardan asılı olacaq deyə Kobaxidze əlavə edib. Qeyd edək ki, Gürcüstan hökuməti ötən il noyabrın 28-də Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini elan edib. Bu qərardan sonra Tbilisi-Brüssel münasibətlərində bu gün də davam edən gərginlik yaranıb.